Abşeronda faciə yaşanıb. Hadisə Xırdalan şəhərində dəmir yolu üzərində qeydə alınıb. Belə ki, səhər saatlarında sürət qatarı məhz bu istiqamətdən hərəkətdə olarkən yolu keçən qadını vurub. Qadın da elə aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Şahidlərin verdiyi məlumata görə məhz bütün sakinlər dəmir yolunun üzərindən təhlükəsizlik qaydalarına riayət etmədən məhz bu istiqamətdən keçir. Sürət qatarı da məhz həmin sakini görməyib və qadını vurub, qadın da dünyasını dəyişib. Yerinde! Gel. İlkin məlumata görə hərəkətdə olan sürət qatarı relisin üzərində olan qadını vurub. Şahidlərin sözlərinə görə maşinist qadını vaxtında görmədiyindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Səhər buradan mən işə getdim tezdən. Gördüm burada skorzad var. Dedim nə məsələdir, bəs nədir? Dedi ki, bir yaşlı qadını burada qatar vurub, tullayıb yola. Bilənmədilər kim idi, yəsin zadı tapanmadılar. Yəni sürət qatarı vurub? Sürət qatarı vurub, bəli. Burada keçid ancaq buradandır, yoxsa? Keçid bəli, buradan deyil bir dənə. Cəmaət yığışmışdı, mən də getdim ki, gördüm, hadisə olubdu. Nə hadisəsi idi? Yaşlı arvaddır, Aha. Yolu keçmək istəyir. Yağın yolu keçmək istəyirmiş, poyuz vurubdu. Elə cəmaət, mən də getdim orada, gördüm cəmaət yığışıb, mən də baxdım belə, qayıtdım, tanımırdım. Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Dünyasını dəyişən qadının isə Qurbanova Könül Eliyar qızı olduğu müəyyən edilib. Sakinlərin sözlərinə görə həmin ərazidə baş verən ilk belə hadisə deyil. Pul ayrılmış da buradan bir yeraltı 1 metrlik cemaat geçmeye. Arvad, uşaq, koca keçə bilmir. Heç vurmağı var, ne yeriyə bilmir. Bir iki müşok semmet ne getir bu şey bilir. Reislerin arasını betonlamırlar ki cemaat geçsin gelsin. Ne kardeş? Xeyri yok diye. Tez hadisə baş verir burada? He? Bu ərazidə tez hadisə baş verir. Hadise gerekince poiz vuranda olsun. Bana başa dönüm. Bir ne kadar yıkılan uşaq, koca cavan var burada. Yani gece oranı çektiğinde herhalde görüne gündedir. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.